Bugün sizlərə 2018-ci ilin növbəti ikinci sınağının izahını verəcəm. Birinci sualdan başlayaq. Belə bir sualdır tarazlığa aid. Hansı ki bu sual test toplumumuzda var. Deməli, deyir ki, başlanğıcı verib 1. Bu olub bu. Reaksiyada deyir ki, tarazlıq sabiti K bərabər 0,5 olarsa, qrafikə əsasən hansı qabın həcmini hesablayın. Deməli, reaksiyada biz görürük ki, bu maddələr nə qədər sərf olub. Bunun tarazlığını yazası olsaq, tarazlığını SO2 xlor 2 maddəsinin tarazlığı olub 0,8. 0,2'si sərf olunanda bunlar da 0,2, 0,2 alınmış olacaq. Bunların da qatılığı budur. Burada K'yı hesablayasaq, K bərabərdir 0,05 hesablasaq, bunları V'yə bölək. Bərabərdir etsək burada. Neyniyəcək? 0,2 bölək V, vurulsun 0,2 bölək V, sonra 0,8 bölək V. V'lərin biri buradan ixtisar gedir. Bundan bu ixtisar gedəcək. Burada 4 qalar. Bu 4 ilə də bu ixtisar gedər. Burada 2 qalar. Burada da 0,1 qalar. İndi bunun vergülünün biri ilə bunun vergülünü aparsaq, sürətdə təkcə V qalır. Burada o zaman yazıram 5 bərabərdir. 1 bölünsün. Belə 1 bölək V, bir də aşağıda 2. İndi bu tərəf-tərəfə vursaq 1 bərabərdir 1 bölək V, V də bərabərdir 1 və burada cavab da olur 26-da A variantı. Sonra gələk 27-yə. Deyir, hansı şəraitdə propanın sıxlığı hidrogenin sıxlığından neçə dəfə böyükdür? Propan C3H8-dir. Bunun emeri olacaq 44. Hidrogende isə 2-dir. Neçə dəfə çoxdur dediyinə görə 22 dəfə çoxdur. 27-də cavab olacaq C. 28. X ilə Z, Y ilə X, Z ilə Z. Deyir, reaksiya daxil olduğu maddələr buradır. Reaksiyanın tipi polkondensləşmə reaksiyalardır və s. Bu şəkildədir. Bizə deyir ki, X ilə Z bir-birindən polkondensləşmə reaksiyasıdır. Y ilə X bir-birindən əvəz etmədi, hidrogen ayrılır. Buradakı maddələrə baxıram, qarışıq aldehididir, fenoldur, bir də natriumdur. Bunlar arasında C6H5OH fenolla natriumun reaksiyasından hidrogen çıxır, əvəz etmədir. Deməli, Y ilə X-dan hər hansısa biri fenoldur. Bu zamanda buradan da diqqətlə baxıram X ilə Z-ə. Deməli, X hər ikisində də ortaqdır. Polkondensləşmə reaksiyasından alınan da X o zaman fenol olacaq ki, Z-dən, yəni aldehidlə bir-birindən birgə polkondensləşsin. Bu zamanda olacaq cavabımız 28-də A variantı. Sonra gələk 29-a. Deyir, 32 qram hidrogen atomu olan alkan molekulunda karbonlar arasında neçə sigma rabitə var? Deməli, bu C15H32 imiş. Burada karbon sayından bir vahid aşağı 14 dənə sigma rabitə var. Sonra gələk buna, bu 30 nömrəli test hidrogen bölməsində var. Deyir, hansı reaksiya eyni miqdarda natrium hidroksid daxil olarsa hər bir reaksiyaya əmələ gələn hidrogenin azalmasını göstərin. Bunları biz əmsallaşdırsaq, buradan 2 mol hidrogen, bir də nə çıxasıdır? Natrium 2, silisium O3 çıxacaq. Buraya 2 mol natrium gedir. Burada aşağıdakına natrium Sink O2 əmələ gəlir 2 ilə. O zaman burada 2 mol getmiş olur. Plus hidrogen çıxır 1 mol. Burada da alüminium götürüləcəkdir. Bir dəqiqə 2 mol. 3 mol hidrogen çıxır. Bir də natrium, alüminium çıxacaq O2. Burada alüminiuma da 2 düşür. Qələviyə də bir 2, suya da bir 2 yazsaq düzəlir məncə. Sonra bizə görürəm ki, hamısından 2 mol, 2 mol, 2 mol götürülübdür. Deyir, azalma sırasıyla düzün. Mən buradan görürəm ki, ən çox alınan 3 mol hidrogendir. Hansı ki, bu 3-cü qabdan alınıbdır. Sonra silisiumda 2 mol alınıbdır.
Ona görə ikinci budur. Ən azı alınan da ikinci qabdakıdır. Və buna da uyğun cavab 30-dan eləyəcəkdir. 3, 1, 2 B variantı. Bəzən uşaqlar burada valentliyə əsasən edirlər. Amma nəzərə almaq lazımdır ki, burada bu şəkildə qeydlər deyildikdə mütləq biz yazı və misallaşdırmalıyıq. Sonra gələk 23-ə. Daha doğrusu 31-ə. Deyir ki, atomun nüvəsində 23 protonu olan element dövrü sistemdə harda yerləşir? 23'ü qırası olsam 2, 8, 8, 2, 22 oldu. Aldığımız 3 dənəni də 3-cü səviyyəyə əlavə eləsək, yəni D-nin üstünə 4S2, 3D, 3 şəklində götürsək, bu 4-cü dövr üstənin cəmdə 5 əlavə yarım qrup olacaq Y variantı. Sonra gələk 32-yə. 32 nömrəli sual da aldehidlər bölməsinə aid olan bir sualdır. Deyir, sigma rabitələrin sayı 11'dir. Doymuş bir atomlu ikili spirtdir. Doymuş bir atomlu spirtlərin formulu CnH2 plus 2 O'dur. Burada ümumi sigma rabitələrin sayını tapmaq istəyirəmsə, indekslərin cəmini üstündən 1 çıxanda 3n plus 2 verir. 11'ə bərabər eləsəm n çıxır 9. Deməli, mənim spirtim buymuş. İkili spirt dediyi üçün bu şəkildə yazıram. Deyir ki, indi miski oksitlə oksitləşmə məhsulunda ikinci karbon atomunun oksitləşmə dərəcəsi. Bunun ikili karbon atomlarının sayını istəyir. Burada ikili karbon atomlarının sayı bir dənə budur. 1'ə bərabərdir. Ya dedi, ya Y-dir. İndi məndən bir də soruşur ki, ikinci karbon atomu oksitləşdirəndə ikili spirtlər çevrilir aldehidlərə, ketonlara. O zaman belə bir şey olur. İkinci karbon da bu olduğuna görə bu mənfi 2-dirsə, bu da müsbət 2-dir. Cavab olur Y. Sonra 33. Deyir, C2H5 xlora natriumla təsir etdikdə nə alınır? Təbii ki, C4H10 alınır, butan. Butanın burada veribdir, bu alkin alınırsa, deməli YC2H6-dır, crackingdir. Buradan da izomerləşməyə girəcək. Alüminium xloridi görürəmsə, izobutana çevriləcək. Deyir, hansı maddələr əvəz etmə reaksiyasına daxil olur? Ümumiyyətlə, hər ikisi alkan olduğuna görə, daha doğrusu bütün maddələr X-də, Y-də, Z-də hər biri əvəz etməyə girəcək. Ona görə cavab D-dir. Sonra 34. X-in, Y-in, Z-in duzları verilib, duzların mühitlərini verib. Deyir, X duzu turşdur. Y duzu da turşdur. Deməli, Y-X-də turş mühit verirsə, hidroliz zamanı onun turşuluq tərəfi güclüdür. Burada X-in altında natrium tərəf güclüdür. Burada da ona görə çıxır. Sonra burada məsələn bu ola bilər. Sonra D variantında bu olmaz, bu da olmaz. Çünki natrium tərəfləri güclüdür. Qaldı cavab B. Birinci də bizə verəcəkdir. Turşu tərəfi güclü, ikinci də bizə verəcək turşu tərəfi güclü, amma üçüncüdə əsasi qələvi mühit verəcək, natrium tərəfi güclüdür, cavab olur B. Gələk 35-ə. Biz SO2-nin üzərinə H2S gəldikdə kükürt ala bilərik, onda 35 olur, B variantı. Maqnezium sulfat üçün hansı ifadələr doğrudur? Deyir, suda məhlulun elektrolizin katodda maqnezium alınır. Xeyr, alınmır. Zəif elektrolitdir. Zəif elektrolitdə deməkdir ki, dissosiasiya eləmir. Xeyr, bu da səhvdir. Hidroliz etmir, bu da səhvdir. Mislə reaksiya daxil olmur. Bəli, mislə reaksiya daxil olmayacaq. Çünki mis maqneziumdan aktiv deyil, çıxarda bilməz. Qələvlərlə reaksiya daxil olmur. Niyə daxil olmasın ki? Daxil olur. Bu da səhvdir. Gələk 37-yə. Deyir, burada gördüyünüz karbohidrogen Würz reaksiyası ilə hansı brom alkandan almaq olar? Bu test topluda alkanlar bölməsində də var. Bunu gördüyümüz anda ilk öncə Würz reaksiyasından alındığına görə ortadan bölməliyik. Bunun bu hissəsinə sanki bir brom birləşdirmişəm. Çünki burada brom yazılıb. İndi həm bunu adlandırası olsam, buradan belə adlandıraram. 1, 2, 3. Deməli, 1-ə brom birləşib. 2, 2 dibrom propan olacaq. Bir düzdür. Sonra
Bunun indi bu tərəfinə brom qoysam, belə bir şeydir. O zaman 1, 2, 3, 4. Deməli 2 brom butan olacaq. 2 brom butan. 3 də doğrudur. 1, 3-dən alaram D variantı. Gələk 38-ə. Deyir alkil amindir. Molekulunda karbon atomlarının sayı 3. Molekulunda hidrogen atomlarının sayı x-dir. Alkil amin dediyinə görə CnH2 plus 1, daha doğrusu CnH2 plus 1 NH2 vəziyyətində olasıdır. Molekulunda karbon atomlarının sayı 3 olduğuna görə olacaqdır C3 H6 üstə də 1 gələndə 7 NH2. Burada olacaq 9 dənə hidrogen. 10 dənə hidrogen doymuş bir əsaslı karbon turşusudur. Karbon turşuları CnH2 O2 vəziyyətindədir. Burada hidrogenlərin sayı 10-dursa, deməli C5H10 O2-dir. 5 dənə karbon var. Bizdən də burada nə istəyir? 9, 5, Y variantı tapdığımız rəqəmləri. 39 deyir, hansı reaksiyadan alınan duzun termiki parçalamasının bərk qalıq qalmır. Məsələn, buradan amonium nitrat alınır. Hansı ki, amonium nitrat parçalananda bərk qalıq alınmır. Ona görə birinci reaksiyanı götürəcəyik və 39-da cavab yalnız eləyəcək. Digərlərində metal varsa, heç vaxt metal parçalananda yəni bərk qalığın qalmamaq söhbəti yoxdur. Sonra gələk 40-a. Bizə deyir, qablarda doymamış məhlulların qatılıqlarını artırmaq üçün nə etmək lazımdır? Burada gördüyünüz sual da test toplumumuzda olan bir sualdır. Məhlullar bölməsi. Deyir, A qabdakı məhlulu qızdırmaq. Əgər məhlulda həll olan maddə qazdısa, məhlulu qızdırdıqda o getdiyi üçün məhlulda qatılıq azalar. Bunu eləmək olmaz. B qabına su əlavə etmək. Qaba su əlavə edirəmsə, onun qatılığının azalmış olacaq. Bu da deyil. D qabına natrium xlorid əlavə etmək. Bəli, həll olan maddə əlavə etdikdə qatılıq artır. Yalnız 3, 40-da olur C variantı. Gələk 41-ə. Deyir ki, birinci mərhələnin praktiki çıxımı 80, ikinci mərhələnin praktiki çıxımı isə 50% olarsa, 112 litr propilendən neçə qram Y almaq olar? Burada birinci 112 litri mola çevirəsi olsam 5 mol eləyir. Mən görürəm ki, bu hidratlaşdıqda spirtə çevriləcək. Spirt. Deməli, alken onsuz 1 mola gedən bir şeydir. Aldım spirt. Görürəm ki, bunun 1 molundan 1 mol alınır. Deməli, 5 molundan da 5 mol spirt alınacaq. Ona görə də 5 molu mən 100%-lə alıram. Və 80%-lə nə qədərini almış olaram? X, buradan da X bərabər olur. 5-i vursam 40, o da 4 mol alınır. 5 dəfə 8, 40. Onu da böləndə eləyəcəkdir 4 mol. Deməli, bunun 4 molunu almış oldum. Deyir, ikinci mərhələnin praktiki çıxımı 50%. İkinci mərhələnin praktiki çıxımı da budur ki, spirt oksidləşəndə nəyə çevrilir? Spirti oksidləşdiriblər. Çevrilib aldehidə və yaxud da ketona, fərqi yoxdur. Buradan neçə qram Y alınır deyir. Buradan alınan keton budur. Ketonların formulu CnH2 O şəklindədir. N-in yerinə 3 qoysaq, C3H6O şəklindədir. Bunun emerini hesablayası olsaq, deməli 12 vur 3, üstə gəlinsin 6, üstə gələk 16, eləyəcək 58. Deməli, mən bunu görürəm. Bunun 4 molundan 58 x qram alınır, bilmirəm. 58. 1 molundan alınır. Bəs 4 molundan nə qədər alınır? X buradan da x bərabərdir, 58 vuraq 4. Bu bütövdür. Mən bunu itkisiz 100%-lə aldım. Bəs bu isə mənə deyir 50%-lə al. O zaman da x də bərabərdir. 58 vur 2 alınacaq. O da 116 qram. D variantı. Gələk 42-yə. 42 nömrəli sual həm genetik əlaqədə olan bir sualdır, həm də xlor bölməsinin özündə var bu sual. Deyir, hansı mərhələ doğru deyil? Ümumiyyətlə, xlorla oksigen reaksiyası mümkün deyil. Sonra, xlorun oksidi su ilə girə bilər. Turşu oksidi olduğuna görə girər. Bizə doğru olmayanları istəyir. Sonra kalium xloro üçün kalium hidroksidlə reaksiyası.
Burada isə deyir hansı mərhələ doğru deyil. 42-də cavabımız olasıdır C variantı. İkinci mərhələdə doğru deyil. Bunlar da mümkün deyil. Çünki belə bir reaksiya görməmişik. Həm də ki, belə bir şey deyim. Xlor 2 O7 reaksiya girir, amma xlor O3 alınmır. H xlor O4 turşusu alınmalıdır. Ona görə səhvdir. Karbonun təsirindən su üstünə karbon gəlirəmsə, dəm qazı plus hidrogenə olacaq. Suyun üstünə dəmir gəlirəmsə, buradan da ferum 3O4 əmələ gələcək. Və buradan məndən cavabı istəyir. X-dən Y-i tapmağımı, X dəm qazı idi. O bir də ferum 3O4 A variantı. Deyir, polimerləşmə reaksiyası ilə alınan hansı iri molekullu birləşmədə sistran izomerliyi yoxdur. Burada polimetil metakrilat olacaq. Çünki bu da polkondensləşmə ilə alınır. 2 qat rabitəsi var, amma 2 qat rabitə əvvəldə olduğuna görə yoxdur. Butadien sterolda ortada var. Klorprində ortadadır. İzoprində ortadadır. Divinildə ortadadır. Çünki bunların alkadienlərin nümayəndəsi olduqlarına görə 2 qatın biri qırılır, biri hökmən ortaya düşür deyə istər-istəməz sistransa malikdirlər. Sonra gələk 45-ə. 45 nömrəli sualda amoniakın duzlarına aid sualdır. Axırıncı bölmələrdə, yəni bu imtahana düşür. Bizə deyir, nisbi molekulu var CO2, var amoniak, var su. 18, 17, 44. Deyir, nisbi molekul kütləsi ən böyük olan X-dir. Deməli, X karbon qazıdır. Deyir ki, Y maddəsi ən kiçik olan isə Y-dir, deyir. Y də amoniakdır. Deyir, X ilə neçə mol Y reaksiya daxil olar? Gəlin birincisi amoniakla karbon qazının reaksiya aparaq. Hansı ki, bu mənim X maddəmdir. Daha doğrusu Y maddəmdir. Bu da X maddəmdir. Buradan da alınır CO NH2-dən 2 dənə plus su əmələ gəlir. Bu zaman bunun qabağına 1-2 yazsam, məncə hər şey düzəlir, amma hər şey düzəlir. Heç bir şey ehtiyac yoxdur bu şəkildə. Deyir ki, A qram X ilə neçə mol Y reaksiya daxil olar? Məsələn, A qram X ilə nə qədər Y reaksiya daxil olar? Bir B qədər yazım, bilmirəm. Amma mən görürəm ki, 44 qramından 2 mol yazaq bura, daxil olur. Buradan B-ni tapası olsam, B bərabər olacaqdır A bölək 22-yə və burada da cavab olacaq 45-də C variantı. Gələk 46-ya. Hidrogenlə birləşmə reaksiyasına daxil olan maddələri göstərin. Akril turşusu, formaldehid distroldur, elə A variantıdır. Sonra bu reaksiyada deyir, nə doğrudur? Bu reaksiyada dəmir brom 3 katalizatoru varsa əvəz etmə reaksiyasıdır, birləşmə deyil. Karbon atomlarının hibrid halı dəyişmir. Bəli, benzol halqasında heç bir dəyişiklik olmadığına görə əvəz etmə gedir deyə. Dəyişiklik olmur. Əvəz etmə reaksiyasıdır. Bəli, 2-ni də götürürəm. Brom benzol alınır. Bəli, brom benzol alınır. Heksa brom benzol alınır. Xeyr. Heksa brom benzol alınması üçün alüminium bromid katalizatoru olmalıdır. Ona görə də burada cavab 2, 3, 4 olacaq. Sonra gələk 48-ə deyir, tabii kalium şorasında azotun kütlə payı 7%-dirsə, sonra şorada kalium nitratın kütlə payını hesablayın. Deməli, biz burada gəlin birinci kalium nitratın içərisində azotun öz kütlə payını tapaq, görək necədir. Burada bunu tapa bilməkdən ötürü bu şoranın içərisində azotun kütlə payıdır. Biz indi kalium nitratın özünün içərisində olanı tapaq. Bu zaman 14-ü 100 bölməliyik 101-ə, vurmalıyıq 100-ə. Buradan təqribən bir qiymət çıxasıdır. 13,86% təşkil edir. Şoranın kütləsini bilmirəm. Bir X-dir. Bu şoranın kütləsini mən düşün ki, bax bu faiz elə bunun da içərisində olan kalium nitratın, belə deyək də, təbii kalium şorasında azotun kütlə payını verib 7. Deməli, mən X-i vururam 13,86-ya, bölürəm 100-ə
bərabər eləyirəm 7%. Çünki mənə şoranın, təbii şoranın içindəkini verir. Buradan da x-i hesablayanda çıxır 50,5%. Bu tipli testlər qəbula çox düşmür. Artıq sıradan çıxıb 50. Uyğunluğu müəyyən edindir. Buradan misi çıxarda bilibsə, misdən daha aktiv bir metal olmalıdır. O zaman misdən daha aktiv metal məsələn 1-ə gedə bilər A. Kalsiyum gedə bilməz. Və salam, elə bunlar gedəsidir. İkincidə reaksiya getmir dediyinə görə burada gümüşlə dəmir götürəcəm. B ilə D. H2S verirsə natriumla kalsiyumdur. C, Y bu şəkildə olmuş olur. Bu da bizim 2018-dən nömrə 2-ci sınavımızın izahı.